mübarizə aparır da bunlarla aparır. Mümkündür. Gündən-günə də artır. Lənkəran şəhərində sahibsiz itlərin artması sakinləri narahat edir. Sahibsiz itlər Lənkəran şəhərinin Səttərxan küçəsi və Hacı Zeynalabdin Tağıyev küçələrində sürü şəklində dolaşaraq ətrafda yaşayan sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Sözügedən ərazidə küçə itləri insanların rahat hərəkətinə mane olur. Xüsusilə səhər saatlarında azyaşlı uşaqları məktəbə aparmaq çətinləşir. Sakinlərin sözlərinə görə itlərin hər an insanlara hücum etmə ehtimalı var və dəfələrlə qocalara, yoldan keçənlərə hücum cəhdləri müşahidə olunub. Məktəb uşaqlarına bəli sataşır. Və uşaqlar qorxurlar, yollarını dəyişirlər, məktəbə gedişirlər. Axşam saatlarında isə küçəyə çıxmaq demək olar ki, mümkünsüz hala düşür. Lənkəranlılar aidiyyəti qurumlardan problemin təcili həllini, sahibsiz itlərin ərazidən yığışdırılmasını tələb edirlər. Qeyd edək ki, hər gün bu ərazidən məktəblilər Lənkəran 2 saylı tam orta məktəbinə və internat tipli gimnaziyaya gedib gəlirlər.